Salam. 5-i 3-cü ay 2023-cü il buraxılış imtahanı riyaziyyat suallarına baxırıq. Birinci sualdan başlayaq. 4 tam 10 mində 5045 plus bölünsün 0 tam %45 plus 29 tam %99 hesablayın. Beraberdir 10 tam %1, 10 tam %1'in üzerine 29 tam %99 gelsək 10 tam %1 verir bizə 40 D variantı. İkinci sual 32 minus 2y kvadratı ifadəsini vuruqlara ayırın. 2'ni ortaq çıxartsaq 16 minus y kvadratı bərabərdir 2 vurulsun 4 minus y 4 plus y ifadəni vuruqlara ayırdıq. Doğru cevap Y variantı. Üçüncü sual. X bərabərdir pi bölü 6 olarsa 2 kosinus x minus 2 sinus x ifadəsinin qiymətini hesablayın. 2'ni ortaq çıxartsaq kosinus x minus sinus x bərabərdir 2 vurulsun kosinus pi bölü 6. Bax. X'ləri yerinə pi bölü 6 yazsaq kosinus 30 dərəcədə verir bizə kök 3 bölü 2 minus sinus 30 dərəcədə verir bizə 2'də 1. İlk cevabımız 2 vurulsun 2'də kök 3 minus 1. İxtisarlarımızı aparsaq kök 3 minus 1 olacaqdır. İlk cevap B variantı. Üçüncü dereceden 25 vurulsun üçüncü dereceden 135. Üçüncü dereceden bir köke salsak 135 beraberdir. Üçüncü dereceden vuruqlara ayırsaq 5 vuru 5 kimi 135 də vurulsun 5 kimi. Deməli dərəcə 3'dürsə 3 dənə 5'dən birini çıxardacaq. Dərəcə 3'dürsə 3 dənə 3'dən birini çölə çıxardırıq. Doğru cevabımız 15. D variantı. Beşinci sual. B çıxılsın A'nı tapın. B'dən A'nı çıxacaq. Deməli B'dən A'nın bütün elementlərini çıxırıq. A var, B'də var, çıxdıq. B var, çıxdıq. P yoxdur, Q yoxdur. Deməli N ümumi B çıxılsın A bərabərdir C, D, Y. N, B çıxılsın A bərabərdir 3'ə. Doğru cevabımız A variantı. Sual. İki paralel müstəvinin üzərindəki AB nöqtələrlə digər müstəvini A1, B1 nöqtələrində kəsən iki paralel düzxət çəkilmişdir. A1, B1 bərabər 2,8 olarsa AB parçasının uzunluğunu istəyir bizdən. İki paralel müstəvi AB nöqtələrindən digər müstəvini A1, B1 nöqtələrində kəsən iki paralel düzxət çəkilmişdir. A1, B1 A1, B1 2,8 olarsa AB parçasının uzunluğunu istəyir. Biz bilirik ki paralel düzxətlər arasındakı məsafələr bərabərdir. Tüm paralel düzxətlər arasındakı məsafə bərabər olduğundan AB də bərabər olacaqdır 2,8'ə. 7. suala baxaq. Bərabəryanlı trapesiyanın hündürlüyü yan tərəflə 45 dərəcəli bucaq əmələ gətirir. Bərabəryanlı trapesiya hündürlük yan tərəflə 45 dərəcəli bucaq əmələ gətirir. Trapesiyanın hündürlüyü 8, orta xətti 18 olarsa onun oturacaqlarını tapın.
Demək, burada belə bir düzbucaqlı üçbucaq var. 45 dərəcə, 45 dərəcə. Demək ki, bu bərabər yanlı düzbucaqlı üçbucaqdır. Bu hissə 8-dirsə, bu hissə də 8-ə bərabərdir. Yəni katetlər 8-dir. Deməli ki, burada 8-dir. Bərabər yanlı trapesiyadır deyə bu hissə də 8-dir. Orta xətt 18-dir. Bura bir A desək, burada A'dır. Trapesiyanın orta xətti L bərabərdir A plus B bölü 2'dir də. İndi A'nın yerinə A durur. B'nin yerinə 16 plus A durur. Böl 2 bərabərdir 18. Sadələşdirsək. Demək 2A plus 16 bərabərdir 36'ya çarpaz vurduq. 2A bərabərdir 20, A bərabərdir 10'a. Demək ki, trapesiyanın A tərəfi 10'dur. B tərəfi də toplasaq verir bizə 26. Onun oturacaqlarını tapın. 10 və 26 doğru cavab B. 8-ci sual. Diaqonalı 4 kök 3 olan kubun həcmini tapın. Kubun diaqonalı bərabərdir A kök 3. A kök 3 bərabərdir 4 kök 3. Kök 3'lər ixtisar getdi, qaldı A bərabərdir 4. Kubun həcm düsturu V bərabərdir A kubu. 4'ün kubu da verir bizə 64. Doğru cavabımız D variantı. Dokuzuncu sual. Y bərabərdir x plus 1'in kvadratı plus 3. Qrafiki qursaq. 1 vahid sola. -1, 3 vahid yuxarı 1, 2, 3. X'e 0 verəndə Y olur 4. Parabola gəlir, bax bu şəkildə. 4 nöqtəsində Y oxunu kesir. Parabolanın təpə nöqtəsinin koordinatları, yəni M və N. M'imiz -1'dir, N'imiz isə 3'dür. -1, 3 nöqtəsidir. Y variantı. 10-cu sual. 2x minus 10 böyükdür ondan. 2 minus x böyükdür -18'dən. Bərabərsizliklər sisteminin ən böyük tam həllini tapın. Bərabərsizliklər sistemini həll etmək üçün hər bir bərabərsizliyi ayrı-ayrılıqda həll etmək lazımdır. 2x böyükdür 20'dən, -x böyükdür -20'dən. X böyükdür 10'dan, x kiçikdir müsbət 20'dən. Bu aralıqları bir ədəd oxunda təsvir edək. 10, bir də 20. X 10'dan böyükdür. X 20'dən kiçikdir. Aralığın həllər çoxluğu 10-20 aralığı. Bərabərsizliklər sistemi deyirsə, bərabərsizlərin həllər çoxluğunun kesişməsini götürürük. 10-20 aralığında ən böyük tam həll isə verir bizə 19. Doğru cavabımız 19 Y variantı. 11-ci sual. A-ın ədədi silsiləsində A1 bərabərdir 3, A7 bərabərdir -9 olarsa, silsilənin -29'a bərabər olan həddin nömrəsini tapın. Bizə AN verib, bizə -29. A-nın düsturunu açsaq, A1 plus M-1 vur D bərabərdir A-nə. Getirib bu ifadədə yerinə yazaq. A1'imiz var, D yoxdur. D-ni hesablamaq üçün D bərabərdir. -9 çıx 3, 7 çıx 1 bərabərdir. -12, 6. Bu da verir bizə -2. Sizlə fərqimiz -2'dir. Getirib yerinə yazsaq. 3 plus n çıx 1 vur -2 bərabərdir -29. N minus 1 vur -2
bərabərdir mənfi 32. Mənfi 32-ni mənfi 2-yə bölsəm verir bizə n-1 bərabərdir 16, n də bərabərdir 17-yə. Deməli, mənfi 29-a bərabər olan həddin nömrəsi 17-dir. Düzgün cavab C variantı. 12-ci sual. Y bərabərdir 2-də 1x minus 4 funksiyasının qrafiki absis oxunu hansı nöqtədə kəsir? Absis oxunu kəsdiyi nöqtə x və y-in yerinə 0 yazırıq. Deməli, 2-də 1x minus 4 bərabərdir 0. 2-də 1x bərabərdir 4. 2-də 1x bərabərdir 2-nin kvadratı. 2-də 1x-i 2 üstü mənfi 1x kimi göstərə bilərik də. 2-də 1 2 üstü mənfi 1, üstündə də x olduğuna görə 2 üstü mənfi x bərabərdir 2-nin kvadratı. Əsaslar eynidir deyə mənfi x bərabərdir 2-yə. Mənfi x bərabərdir 2-yə, x də bərabərdir mənfi 2-yə. Deməli, x-i mənfi 2-dir, y-i 0-dır, C var. 13-cü sual. Qonşu bucaqları göstərin. Qonşu bucaqların cəmi, alfa ilə betanın cəmi 180 dərəcə verməlidir. Demək, A variantı. 14-cü sual. 14-cü sual. 3 sinus kvadrat 5x çıxılsın 7 kosinus 5x bərabərdir 3. Tənliyinin 20 kiçikdir x kiçikdir 180 dərəcə aralığındakı köklərin cəminin dərəcə ölçüsünü tapın. İlk öncə mən bu sinus kvadrat 5x-i, bax bunu, əsas trigonometrik yenilikdən istifadə edərək, sinus kvadrat alfa bərabərdir 1 minus kosinus kvadrat alfa. Deməli, bunu bu şəkildə yazıram. 3 vurulsun, 1 çıxılsın kosinus kvadratı 5x. Yedi kosinus 5x bərabərdir 3. Vurub açsaq 3 minus 3 kosinus kvadrat 5x minus 7 kosinus 5x minus 3 bərabərdir 0. Sadələşdirsək, sağa keçirsək, verir bizə 3 kosinus kvadrat 5x plus 7 kosinus 5x bərabərdir 0-a. Buradan kosinus kvadrat x-i, kosinus x-i, kosinus 5x-i, kosinus 5x-i bir t ilə əvəzləyək. Olur 3 t'nin kvadratı plus 7t bərabərdir 0. Ortaq vuruq kimi çıxarsaq t, qalır 3t plus 7 bərabərdir 0. T birimiz 0. T ikimiz verəcək bizə mənfi 7 bölünsün 3. O da verir bizə mənfi 2/3. Bu kökü kənar kök kimi götürürəm. Çünki kosinus x funksiyası mənfi 1 müsbət 1 aralığında qiymətlər alır. Yazıram bu şəkildə. Kosinus 5x bərabərdir 0. 5x bərabərdir. Kosinus 0-ı 1,90 dərəcədə alır. Bir də yarım dövr getdikdən sonra alır. Deməli, 90 dərəcəmiz pi böl 2 plus yarım dövr pi k-dır. K-da daxildir z. X bərabərdir. Hər tərəfi 5-ə bölsəm, pi bölünsün 10 plus pi k bölünsün 5. K-nın yerinə 0 yazsa, K bərabərdir 0 olduqda pi bölü 10 18 dərəcədir. X verəcəkdir bizə 18 dərəcə. K-nın yerinə 1 yazsaq. 1 yazsaq 18 dərəcə üstə gələk 180-i 5-ə böləndə 36 verir də. 36 dərəcə. O da verir bizə 54 dərəcə.
K'nın yerine 2 yazsam. 72 derece. Demek x olur 18 derece. Üste gelək. 360'ı 5'e böləndə 72 derece. Bu da verir mənə 90 derece. K'nın yerine 3 yazsam. Demek bu olur. X beraberdir 18 derece. Üste gelək. K'nın yerine 3 yazsam. Pi böl 5 verir bize 36 derece. 36'nı da 3'e vursam verir bize 108 derece. 108. 18'in de üstü 108 gələndə 126 derece. K'nın yerine 4 yazsam K beraberdir 4. 36'nı 4'e vursa 36'nı 4'e vursak x beraberdir 18 derece. 144. 144 derece beraberdir. ...162 derece. K'nın yerine 5 yazsam artık 180 verir ve bu aralığı keçir. Bizden istəyir ki 20 derecenin 180 derece aralığında. Deməli bunu götürmürük. Çünkü 18 derece bu aralığa daxil değil. 54 bu aralığa daxildir. 90 bu aralığa daxildir. 126 bu aralığa daxildir. 162 bu aralığa daxildir. Beraberdir. Beraberdir 432'ye. 15. sual. X bölünsün Y plus Y bölünsün X beraberdir 4 olarsa X üstü 4 plus Y üstü 4 X kvadratı Y kvadratı ifadesinin qiymətini tapın. Bu ifadəni sağlı solu kvadrat ortaq məxrəcə gətirsək demək olur X Y-də X kvadratı plus Y kvadratı beraberdir 4. Beraberdir. X üstü 4, Y üstü 4'ü, X üstü 2 plus Y üstü 2'nin kvadratı minus 2, X üstü 2, Y üstü 2. Aşağıdan da X kvadratı, Y kvadratı beraberdir. Burada bak çarpaz vursaq, X kvadrat plus Y kvadrat beraberdir 4XY. Deməli, bura yazırıq 4XY-in kvadratı çıxılsın 2x kvadratı y kvadratı. Aşağıda da x kvadratı y kvadratı beraberdir. Verir bize 16x kvadrat y kvadrat çıxılsın 2x kvadrat y kvadrat. Məxrəcdə də x kvadrat y kvadrat beraberdir. Verir bize 14x kvadrat y kvadrat. Məxrəcdə də x kvadrat y kvadrat. İxtisarlarımızı aparsaq, ilk cavabımız 14. On altıncı sual. Çevrədə DMB 30 dərəcədir. DMB bax bura 30 dərəcədir. Və paralel və tel arasındakı məsafə 4 olarsa, çevrənin radiusunu soruşur. Mərkəzdir bu. Mərkəzdən bura kimi məsafə verib bizə 4.
Bura verib 30 dərəcə. Paralel vətər arasında bərabər göğüslər ayrılır. İndi bizdən radiusu istəyir. Bax, bu radiusu istəyir. Bura 30-dursa, bax, bu mərkəzi bucaq verəcəkdir. Bax, bu mərkəzi bucaq 30 dərəcə verəcəkdir. Bura 30 dərəcədirsə, bura verəcəkdir mənə 60 dərəcə. Bura 60 dərəcədirsə, burada 30 dərəcə verəcək. 30 dərəcəlik bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Buranı da alırıq 8. Deməli, R bərabərdir, 4 vur 2 bərabərdir 8-ə. On 7-ci sual. Z1 bərabərdir 2 kök 3 plus 2i. Z2 bərabərdir kök 3 minus i. Kompleks ədədləri üçün Z1 vurulsun Z2-ni hesablayın. Bu ifadələri vuraq. 2 kök 3 plus 2i. Bir də vurulsun Z1-i Z2-yə vururuq. Deməli, kök 3 minus i. Birinci ifadədən 2-ni ortaq vuruq kimi çıxarsaq, kök 3 plus i, kök 3 minus i bərabərdir 2 vurulsun. Bu ifadə kvadratlar fərqidir. Kök 3-ün kvadratı 3, i-nin kvadratı -1 bərabərdir 2 vurulsun 3 plus 1 bərabərdir 2 vurulsun 4 bərabərdir 8-ə. Doğru cavabımız 8. 18-ci sual. Loqaritma 8 əsasdan 10 çıx loqaritma 3 əsasdan 2x plus 1 bərabərdir 1 tənliyini həll edin. Bax, bu ifadədə loqaritma altı ifadəni böyük bir x kimi götürürük. 10 çıxılsın loqaritma 3 əsasdan 2x plus 1 bərabərdir. 8 1-i qüvvətinə qaldırır. 8 üstü 1. Buradan da böyük x kimi bax, buna baxıram. Loqaritma 3 əsasdan 2x plus 1 bərabərdir. 10-dan 8-i çıxanda verir bizə 2. Buradan da bax, bu ifadəyə böyük bir x kimi baxıram. 2x plus 1 bərabərdir. 3 2-ni qüvvətinə qaldırır. 3 üstü 2. Verir bizə nə? 2x plus 1 bərabərdir 9. 2x bərabərdir 8. X də bərabərdir 4. Doğru cavabımız 4. 19-cu suala baxaq. Tərəfi 6 olan bərabər tərəfli üçbucağın bir tərəf ətrafında fırlanmasından alınan cismin həcmini tapın. Bərabər tərəfli üçbucaq götürək. Bunun bir tərəf ətrafında, bax, bu tərəf ətrafında fırlayaq. Baxın, belə bir fiqur əmələ gələcəkdir. Bax, bu tərəf ətrafında fırlayanda belə bir fiqur əmələ gələcəkdir. Burada yaranıb 2 konus yaranmışdır. Bax, bir şəkildə. İki konus yaranmışdır. Bizdən fırlamadan alınan cismin həcmini soruşur. Diqqətlə baxsaq, burada radiusumuz bərabər tərəfli üçbucağın hündürlüyünə bərabərdir. Deməli, bax, bu kiçik h bərabərdir r-ə. Fiqurun özünün həcmi isə, həcmini tapmaq üçün özünün hündürlüyü isə, bax, bu hündürlüyü isə bərabər tərəfli üçbucağın tərəfinin yarısıdır. Bax, bunu bərabər tərəfli üçbucaq kimi götürsək, 6, 6, 6 tərəfinin yarısı verir bizə 3. Deməli, hündürlüyümüz 3-ə bərabərdir. Oturacağın radiusu isə bunu artıq hesablamaq lazımdır. Biz bilirik ki, bərabər tərəfli üçbucaqda hündürlük median tənbülən bərabərdir. A kök 3 bölünsün 2. A-nın da yerinə 6 yazsaq, 6 kök 3 bölünsün 2.
verir bizə 3 kök 3. Deməli, radiusumuz 3 kök 3-ə bərabərdir. Konusun həcmini hesablamaq üçün 3'də 1 pi r kvadrat vurulsun h. V bərabərdir 3'də 1 pi r'in kvadratı. Radius 3 kök 3'ün kvadratı vurulsun h'ımız da 3'ə bərabərdir. 3 ilə 3 ixtisar getdi. Qaldı 27 pi. Ancaq burada 2 figur var. Bax, biri yuxarıdakı figur, biri də aşağıdakı figur. Ve bütöv figur bərabərdir 27 pi vurulsun 2 bərabərdir 54 pi. Yekun cavabımız 54 pi. Yirminci sual. Diagonalların uzunluqları cəmi 28, tərəfi 10 olan rombun sahəsini soruşur. D1 plus D2 bərabərdir 28, A bərabərdir 10. Rombun tərəflə diagonal arasındakı əlaqə düsturu. Rombun tərəflə diagonal arasındakı əlaqə düsturu. 4A kvadrat bərabərdir D1'in kvadratı plus D2'nin kvadratı. D1'in kvadratı plus D2'nin kvadratının törəmə düsturundan istifadə edək. A kvadrat plus B kvadrat bərabərdir A plus B'nin kvadratı minus 2AB. Bu düsturu burada tətbiq edəcəyim. Deməli, 4 vurulsun, onun kvadratı bərabərdir. D1 plus D2'nin kvadratı çıxılsın 2 D1 D2. D1 plus D2'nin yerine 28 yazsaq, 28'in kvadratı minus 2 D1 D2 bərabərdir 400'ə. ...784 çıxılsın 2 D1 D2 bərabərdir 400. 2 D1 D2 bərabərdir 784'dən 400 çıxanda verir bizə 384. D1 D2 bərabərdir 2'yə bölsək 192. Bizdən rombun sahəsini istəyir. S bərabərdir diagonallara görə sahə düsturu. D1 D2 bölünsün 2. S bərabərdir 192 bölü 2. Bu da verir bizə 96. Doğru cavab 96. 21. Tələbə iştirak etdiyi sonuncu imtahanda 50 bal yığarsa, tələbənin indiyənə kimi aldığı balların ümumi miqdarını verək x ilə 50 balda sonuncudan da 50 bal yığıb. Bölürük imtahan sayını bərabərdir 50'yə. 74 bal yığarsa x üstə gələ 74 bölünsün n bərabərdir 56 olar. Yəni həll edək. X plus 50 bərabərdir 50n. X plus 74 bərabərdir 56n. Deməli, sağa keçirsək, sistem alaq. 50n çıx x bərabərdir 50. 56n çıx x bərabərdir 74. Tərəf-tərəfə çıxsaq, 6n bərabərdir 24. N bərabərdir 4. Deməli, tələbə ümumilikdə 4 imtahanda iştirak etmişdir. Ümumilikdə 4 imtahanda iştirak etmişdir. 22. sual. A nöqtəsi M plus 1, M plus 6.
B nöqtəsi M plus 5 M minus 4. Nöqtələri 3x plus 2y bərabərdir 26 düz xəttinə nəzərən simmetrikdir. Belə bir düz xət fikirləşin. A nöqtəsi buradadır, B nöqtəsi də buradadır. Bu nöqtələr bu düz xəttə nəzərən simmetrikdirlər. Simmetrikdirsə, bu A və B nöqtələrinin orta nöqtəsinin koordinatı bu düz xəttə aiddir. Demək ki, mən A və B nöqtələrinin orta nöqtəsinin koordinatlarını tapmalıyam. x0 bərabərdir x1 plus x2 bölü 2. y0 bərabərdir y1 plus y2 bölü 2. Getirib yerləşdirsəm yerinə, düsturda x0'ı tapmaq üçün m plus 1, bax bu x1'dir. Üzərinə gəlirik m plus 5 bölü 2 bərabərdir. 2m plus 6 eləyir. 2'ye də böləndə verir bizə m plus 3. y0'ı hesablayaq. M plus 6 üstə gələk m minus 4 bölü 2 bərabərdir. 2m plus 2 2'ye böləndə də m plus 1. Getirək düsturumuzda yerinə yazaq. Tənlikdə yerinə yazaq. Deməli, 3 vurulsun x-in yerinə m plus 3 yazıram. Üstə gələk 2 vurulsun y-in yerinə də m plus 1 yazıram. Bərabərdir 26. 3'ü m'ə vurduq. 3m plus 9 plus 2m plus 2 bərabər 26. 5m 11 sağa keçirsək 15m də bərabərdir 3. M parametrin hansı qiymətində nöqtələri düz xəttə nəzərən simmetrik olar? M bərabərdir 3 qiymətində. Doğru cavab 3'dür. İkinci sualdan ikinci yanaşmaydayıq. Demək, 3x plus 2y bərabərdir 26. 2y bərabərdir mənfi 3x plus 26. Y bərabərdir mənfi 2'də 3 x plus 13. Biz bilirik ki, A və B nöqtələri simmetrik olması üçün A nöqtəsi, B nöqtəsi. Bu da düz xətti götürsək, deyək 2x 3x plus 2y bərabərdir 26 düz xəttidir. Bunlar simmetrik olması üçün bu düz xətlər bir-birinə qarşılıqlı perpendikulyar olmalıdır. Perpendikulyar düz xətlərində bucaq əmsalı, bucaq əmsallarının hasili K1, K2 bərabərdir mənfi 1 verməlidir. Biz bu nöqtələrə görə, bu koordinatlara görə K-nı hesablasaq, düz xəttin bucaq əmsalının düsturu y2 çıxılsın y1 bölünsün x2 çıxılsın x1. Yerinə yerləşdirsək, y2 verir bizə m çıx 4 çıxılsın y1 m plus 6. Məxrəcdə də m plus 5 x2 çıxılsın m plus 1 bərabərdir. Sadələşdirsək, olur m minus 4 minus m minus 6. Burada m plus 5 minus m minus 1 bərabərdir. M'lar islah getdi. Qaldı burada mənfi 10. Bu da verir bizə 4. M'lar islah getdi. İxtisar getdi. Qaldı mənfi 2'də 5. Deməli, K1'imizi bayaq almışdıq. Mənfi 2'də 3. K2'mizi də aldıq. Mənfi 2'də 5. Bunların hasili verir bizə 4'də 15. Amma perpendikulyar olması üçün mənfi 1'ə bərabər olmalıdır. Demək ki, elə bir M nöqtəsi yoxdur ki, bu A, B nöqtələri bu düz xəttə nəzərən simmetrik etsin. Deməli, M daxildir boş çoxluq. Yəni, elə bir M nöqtəsi yoxdur. Bu ikinci izah. Üçüncü izaha da baxsaq, baxışımızda göstərək. Deyək, 3x plus 2y bərabərdir 26.
X'e 0 versək, Y verəcəkdir bizə 13. Qrafiki quraq. X'e 0 versək 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Y'e 0 versək, Y bərabərdir 0. Y'e 0 versək 3x bərabərdir 26. X də bərabərdir 8 tam 3'də 2. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 tam 3'də 2 buralarda olacaq. 3'də 2. Bu nöqtəni birləşdirsək. Birləşdirdik. M'e indi, bax, M'i 3 tapmışdıq da, M bərabərdir 3 olarsa. A'nın koordinatı olur 3 yazsaq, A'nın koordinatı olacaq 4, 9. 4, 9'a baxaq. 1, 2, 3, 4. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Nöqtə burada olacaq. Deyək ki, A nöqtəsi burada olacaq. B nöqtəsi isə M'in yerinə 3 yazsaq 8 mənfi 1 olacaqdır. X'imiz 8, Y'imiz isə mənfi 1. Bax, bu nöqtə olacaqdır. Bax, bu nöqtə olacaqdır B nöqtəsi. A nöqtəsi bura düşür. Sxematikini təsvir etdim. B nöqtəsi də bura düşdü. Bu nöqtələr bu funksiyanın qrafiki ilə, bax, bu qrafiklə, mən şəkli sxematik göstərdim. Qrafikə nəzərən simmetrik deyildir. Ona görə elə bir M nöqtəsi yoxdur ki, bu nöqtələri bu düz xəttə nəzərən simmetrik etsin. Üçüncü sual. Tam dolu çəndəki suyun hamısını bərabər həcmli 14 qaba töksək, hər qabda 4 litr boş yer qalar. Bu qablardan onu tam dolduğunda isə çəndə 60 litr su qalar. Qabı bilmirik, qabı X ilə ifadə edirik. Onu dolduqda, 10 qab dolduqda 60 litr çəndə su qalır. Ümumi su həcmimiz bu. Deyir 14 qaba töksək isə hər qabda 4 litr boş qalar. Deməli, X qabın tutumudur, 4 litr boş qalır. Ümumi də 14 qabı götürürük. Vururuq 14'ə və bu tənliyi həll edirik. Demək, olur 10x plus 60 bərabərdir 14x. 14x çıxılsın 56. Sağa keçirsək 4x bərabərdir 116. X bərabərdir 29. Deməli, hər qab 29 litr su tutur. Doğru cavabımız 29 litr. 24-cü sual. Eyni ölçülü ağ və qara kürəciklər olan torbada qara kürəciklərin sayı ağ kürəciklərin sayından 20 ədəd çoxdur. Qara, ağ, deyir, qara ağdan 20 ədəd çoxdur. Ağ x-dir, qara x plus 20'dir. Çıxarılan bir kürəciyin ağ olması ehtimalı 12'də 5'dir. Deməli, ümumi 2x plus 20'dir. Ağ olması ehtimalı x'dir. Bərabərdir 12'dən 5. Olarsa ümumi neçə kürəcik vardır? Çarpaz vursaq. Verir bizə 12x bərabərdir 10x plus 100. Keçirsək sağa 2x bərabərdir 100. X bərabərdir 50. Ümumi neçə kürəcik var? Torbada ümumi 50-70 sayda qaradır. 50 sayda da ağ kürəcikdir. Toplam 70 plus 50 bərabərdir 120. Torbada 120 sayda ümumi kürəciyimiz var. Doğru cavab 100.
25-ci sual. Tərkibində ABCD maddələrindən ibarət məhlul verilmişdir. Cədvəldə maddənin kütlə və faizləri verilmişdir. Cədvələ əsasən məhluldakı A maddəsinin kütləsini hesablayın. Baxırıq, burada əlimdə C maddəsi var. C maddəsi 28 faizi 70'dir. 28 faizi 70'dirsə 100 faizi neçədir? Çarpaz vursaq x bərabərdir 28 məxrəcə 70 vurulsun 100. İxtisar aparsaq qalır burada 4, burada qalır 10. İxtisar aparsaq 25, yekun cavab 250. 250. Deməli bütün məhlulun kütləsi 250'dir. 250'nin 20 faizini hesablayaq. D maddəsi üçün. D maddəsini hesablayaq. 250 vur 20 böl 100. Verir bizə 50. D maddəsi də 50'dir. D 50'dir. Ümumi maddədən çıxsaq digər maddələrin kütləsini 40 plus 50 plus 70 bərabərdir 250 minus 160, o da bərabərdir 90. Doğru cevabımız 90. Bu qədər.